Salam dostlar, bugün təxmini biz $900 profitlə çıxdıq. Həftəni uğurla başladıq. Sizə də həftənizin uğurlu keçməsini diləyirik. Zəhmət olmasa aşağıda qeyd etdiyimiz kanallara follow edin, izləməyə davam edin. Təşəkkür edirik. Hər birinizi bir daha xoş gördük. Yeni həftəmiz uğurlu olsun. Ayın 29-udur, saat 10:17. $3411 profit etmişik indiyə kimi və 56% hədəfi keçmişik. Bugünkü analizlərimiz yenə Euro USD və XAU USD-dir. XAU USD-də çox gözəl bir pozisiya yarandı və buradan giriş nöqtəsi etdim. Kamera sönlüydü, çəkiliş getmirdi, onda giriş etdim. İzləyirik, görək necə olacaq. Ümidimiz yaxşıdır. Sadəcə olaraq güclü satışlar gəldi, amma yenə də ümidimiz var. Xeyirli olsun, izləyək. Bir çox izləyicilərimiz bizə yazıb soruşurlar analizlərimizi necə aparırıq. Bizim analizlərimiz yalnızca texniki analizləndir, yəni bu prop challenge-dan söhbət gedir. Yalnız texniki analizdən, breakoutlardan, trend xəttlərindən istifadə edirik və məqsədimiz bunu göstərməkdir ki, düzgün psixologiya və düzgün risk menecmentlə sadəcə texniki analizlə qazanmaq mümkündür. Məqsədimiz bunu sizə göstərməkdir. Bazar ertəsi və cümə günü bazarlardan biraz ehtiyatlı olun. Bazarda çox güclü bir manipulyasiyalar olur. Burada sağlam psixologiya nümayiş etdirməlisiniz. Biraz zəiflik göstərsəniz, bu sizin depozitinizin itirilməsi ilə nəticələnə bilər. Güclü olun. Ümumiyyətlə trade-də güclü olmaq lazımdır, amma bazar ertəsi və cümə günü daha da güclü olmaq lazımdır. Bəli, əməliyyatımız davam edir. Lakin biz buy əməliyyatındayıq və görürük ki, sell əməliyyatına çevrilmək istəyir. Trend, lokal trend dəyişilmək istəyir. Düzdür, global trend buydadır, amma lokal trendlər dəyişilmək istəyir. Burada diqqətli olmalıyıq. 3817-də təxminən 16-da bazarın hərəkətinə görə buradan çıxış əməliyyatı, yəni satış əmri verə bilərəm. Bazarı izləyirik, incələyirik, lazım olan yerdə çıxmağı bacarmalıyıq. Bəli, istədiyimiz və dediyimiz nöqtəyə gəldi. 16 nöqtəsinə, 3816 nöqtəsinə. Burada biraz diqqətli olmaq lazımdır. Bazar sürətli şəkildə eniş etməyə başlasa, burada əməliyyatdan çıxmalıyıq. Amma hayları təkrar yüksələn haylar davam etsə, gözləməliyik. Baxın, burada sizə dediyimiz 17-16-dan satışlar gəldi gördüyünüz kimi. Davam etsə, buradan əməliyyatdan çıxacaq. Amma manipulyasiya şamı olsa, əməliyyatda qalacaq. Burada gözləməyə qərar aldım. Burada biraz gözləyək. Çünki bu manipulyasiya şamına çox bənzəyir. Biz də bazarın manipulyasiyasına inanmayaq deyənə, gözləyək, aldanmayaq deyə gözləməyi qərar alıram. Bəli,
Videonu tez-tez durdururam ki, sizin vaxtınızı çox almayım. Bəli, görürsünüz, burada bazar bizə balaca bir manipulyasiya elədi və sonradan yeni bir hayı təkrarladı və yuxarı doğru irəlilədi. Belə manipulyasiyalara aldanmaq lazım deyil. Biraz səbirli olmaq lazımdır. Səbirli deyəndə biraz bazar təcrübəsi artdıqdan sonra siz də bu manipulyasiyaları hiss edəcəksiniz və görə biləcəksiniz. Burada stopu çəkmək istəyirəm, sizə təqdim edim. Təxminən burada 65 dollar minusa stopu çəkdim. Bəli, burada sürətli enişlər baş verdi və stopumuzu vurmaq istəyir. İzləyirik, çox güman stopumuzu vuracaq. Amma vurmadı. Burada biraz stopumuz səhv yerdədir. Təxminən burada olmalıdır. Düşünməyin ki, burada yaxınlaşdı deyə mən stopu çəkdim. Bəzi, yəni bütün yazmalarda görə bilərsiniz. Yəni stopu mən onsuz da çəkirəm aşağı yuxarı. Sadəcə olaraq burada o biri qrafikdə gördüm. Bu şam belə həcmli şəkildə bağlansa, mən buradan onsuz da vurdu stopu artıq. Bəli, stopumuzu vurdu. Təxminən 178 dollar minusdayıq. Yeni bir əməliyyat olsa, yenə də izləyəcəyik. Əməliyyata giriş edəcəyik. Burada Euro USD-də bir əməliyyat açıldı. Əməliyyata girdik. 5 lotla short əməliyyatına sadəcə olaraq bazarda sürüşmə oldu deyənə bizi çox aşağı atdı. Eyb yox. Olacağa çarə yoxdur. İzləyirik. Görək bu əməliyyatımızda necə olacaq. Bəli, dəyərli izləyicilər, take profitimizi götürdük. Euro USD-də əməliyyatlar açmışdıq. Buradan history bölməsindən daha ətraflı yenə də çəkə bilmədim. Tələbəm gəlmişdi ziyarətə. Ona görə onunla biraz söhbət etdik. Buy limit, sell limitlərimi götürdü. Sizə belə baxım. Bu günləri 178 dollar stopmu vurdu. 165 dollar stopmu oldu. 45, 690, 500 bunlara sell limit açmışdım. Onu gəlib götürəndən sonra buradan belə bir düşüş yarandı. Buradan görürsünüz. Bu günlərdə 891 dollar profitlə çıxdıq. Buradan analiz dashboardımıza baxa bilərik. Prop hesabımız nömrəsi. Belə özüm göstərirəm ki, biraz başım karışdı, ürəyinizə nəsə gəlməsin. 71% artıq keçmişik. Buradan da əməliyyatlarımızı görə bilərsiniz. Bugünkü əməliyyatlarımızı görə bilərsiniz. Artıq hədəfimizi keçməyə çox az qaldı. 6000 dollardan 4300 dolları artıq keçmişik. Hər birinizə uğurlar. Bizi izlədiyiniz üçün təşəkkür edirik.